Biləsuvarda tikilməkdə olan günəş elektrik stansiyası Azərbaycanın enerji xəritəsində yeni bir səhifə açacaq. 1400 hektarlıq ərazidə quraşdırılacaq 100 minlərlə panel ölkənin ən iri alternativ enerji layihəsini formalaşdırır. İnşasına bir müddəti başlanmış stansiyada bugün ilk günəş panelləri quraşdırılıb. 1400 hektar ərazini əhatə edən Azərbaycanın ən böyük günəş elektrik stansiyasında yaxın günlərdə 943 mindən çox panelin yerləşdirilməsi planlaşdırılır. Artıq panellərin bərkidilməsi üçün dəmir beton dirəklərin quraşdırılması demək olar ki, tamamlanmaq üzrədir. Biləsuvar Günəş Elektrik Stansiyasının ərazisi relyef baxımından son dərəcə quraq ərazidir. Hazırda da payız mövsümü olmasına baxmayaraq ərazidə quraqlıq hökm sürür. Bu isə burada quraşdırılacaq elektrik panellərinin buradakı olan tozlarla tez bir zamanda örtülməsinə imkan yaradacaq və tikinti prosesi zamanı bütün bu amillər nəzərə alınıb. Belə ki, elektrik panellərinin üzərində quraşdırılacaq xüsusi qurğular onların üzərini müntəzəm olaraq avtomatik rejimdə təmizləyəcək. MDB-nin ən böyük günəş elektrik stansiyalarının birinin birinci panelin quraşdırılmasında iştirak edirik. Deməli, stansiyanın gücü 445 megawatt dəyişən cərəyandan və sabit cərəyana görə 590 megawatt olacaq. Sabit cərəyana görə MDB-nin ən böyük günəş elektrik stansiyasıdır. Bu layihənin startı keçən il iyun ayında keçirilən Bakı Enerji Həftəsi çərçivəsində verilmişdir. Bu vaxta qədər inşa edilmiş günəş və külək elektrik stansiyalarından artıq enerji əldə edilməyə başlanılıb. Bu istiqamətdə intensiv işlərimiz davam edir və əsas tərəfdaş strateji partnyorlarımızdan biri Mazdar şirkətidir. Onun artıq 230 megawatlıq elektrik stansiyası Qaradağ ərazisində istismara verilib və sevindirici hal odur ki, bu ayın 26-sı, oktyabrın 26-sı 2 il tamam olacaq və biz onu istismara verəndə gözləntilərimiz o idi ki, ildə yarım milyard kilowatt saat elektrik enerjisi alacaq və həqiqətən də yəqin ki, orada 2 ilin tamamında biz 1 milyard kilowatt saat elektrik enerjisinin istehsal olunacağının şahidlik eləyəcəyik və ilin sonuna qədər daha bir stansiyamız Akva Power tərəfindən inşa olunan külək elektrik stansiyasının istismara verilməsi gözlənilir. Biləsuvar Günəş Elektrik Stansiyasının gələn ilin oktyabr ayına qədər istifadəyə verilməsi planlaşdırılır. Burada istehsal olunacaq elektrik enerjisi isə ölkənin ümumi enerji şəbəkəsinə daxil ediləcək. Rəhman Məlikov, Aysən Ələkbərova, İTV Xəbər, Biləsuvar.